Təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, deputat həmkarlar və meyzə mənsubları. Bütün dünyaya məlum olan və təksib edilməz bir amil var. Azərbaycan son illərdə sosial-iqtisadi inkişaf templərinə görə regionun lider dövlətlərindən birinə çevrilib. 2026-cı il üçün müzakirəmizə təqdim edilən dövlət büdcəsi də bu inkişafın davamlılığını təmin edən, ölkənin gələcək hədəflərinə işıq salan mühüm sənəddir. Büdcə sadəcə maliyyə planı deyil, dövlətin iqtisadi gücünü, sosial yönümünü və strateji məqsədlərini əks etdirən güzgüdür. Qeyd edək ki, Azərbaycanın inkişafına paralel olaraq dövlət büdcəsi də ildən ilə bu illər ərzində böyüyüb, ötən 22 ildə gəlir və xərcləri dəfələrlə artıb. Uzun illərdir ki, Cənubi Qafqazda lider olan respublikamızın büdcəsi də gəlir və xərclərinə görə birincidir. Xatırladaq ki, 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyarddan bir qədər çox idi. Bugün isə büdcəmizin gəlirləri artıq 41 milyard manatı ötüb. Bu da 2003-cü illə müqayisədə təxminən 35 dəfəyə qədər çoxdur. Bu göstəricilər ilk növbədə Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətindən, respublikamızda həyata keçirilən islahatların effektiv nəticəsindən xəbər verir. Büdcənin ildən ilə artımı ilk növbədə respublikamızın qarşısında dayanan prioritet vəzifələrinin uğurla icra olunmasını təmin edib. Təsadüfi deyil ki, hər il dövlət büdcəsi tərtib olunarkən vacib məsələlərin maliyyələşdirilməsinə daha çox diqqət yönəldilir. Sosial və investisiya yönümlülüyə üstünlük vermək, dövlətin müdafiə qabiliyyətini daha da gücləndirmək, vətəndaşların sosial rifahını ildən ilə yüksəltmək, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyini möhkəmləndirmək, idxaldan asılılığı minimuma endirmək, regionların dinamik sosial-iqtisadi inkişafını təmin etmək dövlət büdcəsinin prioritet vəzifələridir. Növbəti ilin büdcəsi də həmin əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanmışdır. Gələn ilin büdcəsinin əsas xərc istiqamətlərindən birini ölkə vətəndaşlarının sosial müdafiəsi və sosial təminatı ilə bağlı məsələlər təşkil edəcək. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara diqqət və qayğı növbəti ildə də davam etdiriləcək. Və yeri gəlmişkən xatırladaq ki, son 6 ildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib. Habelə 2025-ci ildə minimum əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edib. Böyük zəfərdən sonra dövlətimizin əsas çağırışlarından biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq artan maliyyə imkanlarımız milli ideyaya çevrilmiş bu məqsəd üçün hər il büdcədə lazımi səviyyədə maliyyə vəsaitinin ayrılmasına imkan yaradır. Ən əsası, dövlət büdcəsi hər il inkişafa böyük töhfə verir. Reallıq da ondan ibarətdir ki, hər bir il üçün tərtib olunmuş dövlət büdcəsi Azərbaycan dövlətinin milli maraqlarını, iqtisadi təhlükəsizliyini, sosial məqsədləri təmin edib. Və mən yeri gəlmişkən bu uğurların bir parçası olan təmsil etdiyim dairə üzrə Zərdab, Kürdəmir və Ucar rayonlarında həyata keçirilən bütün tikinti və quruculuq işləri üçün və daha əvvəlki illərdə səsləndirdiyimiz təklif və müraciətlərin bir qismini nəzərə aldıqları üçün seçicilərimiz adından hökumətimizə təşəkkürümü bildirirəm. Eyni zamanda həllini gözləyən məsələlər haqqında vaxt azlığını nəzərə alaraq daha sonra yazılı şəkildə müraciət edəcəyimi də bildirirəm. Əminik ki, 2026-cı ilin dövlət büdcəsi də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsinə, bütün dövlət və sosial vəzifələrin tam şəkildə həyata keçirilməsinə xidmət edəcək. Bütövlükdə gələn ilin dövlət büdcəsi növbəti inkişaf uğur büdcəsi olacaq. Sonda bu mükəmməl sənədin hazırlanmasında hökumətimizin öz təcrübəsini, bilik və bacarığını əsirgəməyən bütün əlaqədar nazirliklərinə, qurum və quruluşlarına təşəkkür edir, layihəyə birinci oxunuşda səs verəcəyimi bildirir və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.